Rəvayət edilir ki, Səhl bin Səd demişdir: bir kişi Muhammed sallallahu aleyhi və səlləmin yanına gəlib dedi: ey Allahın elçisi, mənə elə bir əməl öyrət ki, onu etdikdə Allah da məni sevsin, insanlar da. Allah elçisi sallallahu aleyhi və səlləm buyurdu: dünyaya göz dikmə, Allah səni sevər. İnsanların əlində olanı göz dikmə, insanlar da səni sevər. Hədisdə göz dikmə ifadəsi ərəbcə zahid olmaq kimi ifadə edilir. Zahidlik, dünyaya rəğbət bəsləməyin və bağlılığın ziddidir. İbn Qeyyum Mədarəcüs Salikində səhifə 285-də İbn Teymiyyə Rahmullaha istinadən belə buyurur: zahidlik, ahirətdə fayda verməyəcək şeyləri tərk etməkdir. İbn Məcə 4102-4241-ci hədis. Əl-Əlbani səhih olduğunu bildirmişdir.